Allah Quranda deyir Musaya, qorxma. Musa qorxurdu. Əl-Lisan Nəhcülbəlağa da deyir ki, ləm yucis Musa xifətən alə nəfsihi. Musa özünə görə qorxmurdu. Bəl əşfəqə min duvalil dalal və qələbətil cuhal. Həzrəti Musa ona görə qorxurdu ki, bu cahillər, bu nadanlar möcüzə ilə sehr arasında fərq qoymazlar. Bundan qorxurdu. Peyğəmbərimiz Qədir Xumda Həzrət Əlinin vilayətini elan etməkdə ona görə bu narahatlığı keçirirdi ki, bu nadan insanlar Həzrət Əli ilə digərlər arasında fərq görmürdülər. Fərqi bilirdilər, o fərqin əhəmiyyətini anlamırdılar. Fərqin əhəmiyyətinə agah deyildilər. Bu nə qədər əhəmiyyətlidir, ismət nə qədər əhəmiyyətlidir, ilahi elm nə qədər əhəmiyyətlidir. Görürsünüz, bəziləri Qur'anı dua üçün istəyir. Quran nə vaxt yadına düşür? Kət yerlərində, məsələn, rayon yerlərində inəyi süd vermir, təbii atır, bunun yadına düşür. Quran var, Allah'ın kitabı var, mən gedim bir dua yazın. Bunun yadına orada düşür. Ondan sonra inəyi yaxşı süd versə, təbii atmasa, Quran daha yadına düşməyəcək. O birisinin də Quran nə vaxt yadına düşür? Görür evində, məsələn, çörək yoxdur. Bu Quran oxumalıdır ki, məsələn, buna pul versinlər və uşağına çörək alsın. Böyle de mərhələ gəlir. Bəziləri də Həzrət Əliyə belə baxırdı, Peyğəmbərə də belə baxırdı. Salmanı, Əbu Zərin, Miqdadı az idi.